Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu. Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Gözaltı Azərtaca istinadən xəbər verir ki, qeyd edilib ki, təqsirləndirilən Madat Babayanın ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək, həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Hökmə əsasən təqsirləndirilən M. Qabayan qəti olaraq 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxs M. Babayanın 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi. Qeyd edək ki, məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan Silahlı Qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirakını etiraf etmişdi. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.